xəbərləşəndə deyə bilərsən, sən nə bilim, filan şeysən, beləsən, eləsən. Amma bir qadına şər atmaq olmaz. Lap şər olsa, kim nəzə bilirsən, neyinirsən, o şeylər yaxşı bir şeylər deyil də. Olmaz. TikTok'da o heç kimlə dost olmayanda bir dənə mənlə dost olub. Birinci mənlə dost olub. Sonra Ləmanla dostluq elədi. İnsandı da tırkaladılar onu ki, dinənki cadı var idi yemeğin içində. Gic-gicə çıxdı, ruh xəstədə axı. Mənə dolma verdilər cadı ilə. Aslında Ləman özünə cadı eləsin ki, ərə getsin. Qalıb yetim ortalıqda. Başı xərab olub uşaqla. Bir dənə uşağı ilə qalıb ortalıqda, evsiz, eşiksiz. Getsin özünə cadı eləsin ki, evi olsun. Tırkalayıblar da indi. Ləmandan məndən başqa onun anasına zəng eləyən yoxdur. Mən bilmirəm burada sosial şəbəkədə çıxanlar kimlərdir. O azadlığa çıxsın, biz heç bir stolda da oturmayaq. Mənə lazım deyil, istəmirəm. Amma mən bilim ki, o ailəsinin yanındadır. Onun o balaca körpə balaları anasızdır. Eybi yox, qızışdırdınız onu. Allah canımızı sağ eləsin. Türkaladı, Suzu sənin uşağını söyür. Nə oldu?